Ya Allah, salam olsun salama layiq insanlara. Balalı, bu nə danışırsan? Bu əslində Namiqin tanınmağında Aygün xanımın böyük bir rolu var. Gəlin buradan Aygün Kazımov'u almışdı. Böyük sənətkardır, gözəl xanımdır. Niyə yalan danışırsan, ha? Namiq Qaraçuxurlunun iminli tanınmağında Aygün Kazımov'un rolu olmuyor bax. Qaydaq 25 il, 26 il, 28 il əvvələ. Fırlanırdım, gəzirdim, nə şah nə də vəzirdim. Namiq Qaraçuxurlunun ilk rəvayəti. Deyək ki, neçə o, eybi yox. Bu rəvayət elə çox yetərincə uğur gətirmədi Namiq Qaraçuxurluya. 2000-ci il ya 2001-ci il. Bu ikisinin biri. Namiq Qaraçuxurlunun qəmli rəvayəti çıxdı. Artıq məktəbə gedirdik, qanırdıq. Hər şey yadımızdadır. Yaddaşımızdan silinməyib. Qız ölür. Bu rəvayəti yəqin yadımızdadır. Bütün Azərbaycan 3 nəsil, yaşlı nəsil, orta nəsil, kiçik nəsil. 3 nəslin 3'ü də bu rəvayətə qulaq asdı. Sevdi. Və dalıyca Namiq Qaraçuxurlu ona klip çəkdirdi. 3 nəslin 3'ü də, böyük, yaşlı nəsil, orta nəsil, balaca nəsil. 3'ü də bu klipi gördülər, sevdilər. Yadınızdadır yəqin. Dalıcan, gəz dolan kafe, restoran papanın gül balası. Papan ölməyib sənin, can papanın gül balası. Bunu bıraktı. Bütün Azərbaycan bu meyxananı eşitdi. Dalıcan ona klip çəkdirdi. Bütün Azərbaycan o klipə baxdı. Bütün Azərbaycan deyəndə artıq tanınmaq, məşhurluq deməkdir. 2005-ci ildə biz nökəri kədər bizə şah, bizləri saçdırdı cavanlıq. Könül Kərimova ilə Namiq Qaraçuxurlunun dueti çıxdı. Bütünlüklə bütün Azərbaycanda hər kəs bir nəfər kimi o duetə qulaq asdı. Və dalıcan ona klip buraxıldı. Bütün Azərbaycana səs elədi o klip. Artıq Namiq Qaraçuxurlu sənin indiki populyarlığın səviyyəsindəydi. Aygün Kazımova var idi onda Namiq Qaraçuxurlunun yanında. Hə? Sən gərək bir meyxanada, yəni bir müğənniyə palkulçat olunanda, sən gərək hətta elə də olsa, sən gərək birinci mikrofonu götürüb, sənin axı falan kütlən var, sənin sözünə qulaq asılır. Götürüb deməlisən ki, xeyr, filan meyxançı dostumuzun, qardaşımızdır. Onun özü elə yetərincə istedadlıdır. Gərək bu cür cavab verəsən. Yoxsa sən durub deyirsən ki, Aygün Kazımov, Allah ömür versin, Azərbaycan xalq artistidir. Sadəcə axı səhv danışırsan. Aygün Kazımovaya qədər Namiq Qaraçuxurlunu uşaqdan böyüyə qədər hamı tanıyırdı. Bütünlüklə Azərbaycanda məşhur idi artıq Namiq Qaraçuxurlu. Düz demir, hə?